Axşamlar vaxtınız xeyirli olsun. Masazırda Yeni Bakı Qurtuluş Yaşayış Massivinə yaxın bax belə bir 6 qarajlı, yəni 3 mərtəbə həyət evi satışdadır. Evlərin, onu qeyd edim ki, hər bir mərtəbəsi, yəni monolit betonludur. Mərtəbə arası sənədlər tam qaydasındadır. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar. Evin də torpağın da sənədləri qaydasındadır. Bura qarajı və qarajdan da əlavə göründüyü kimi bax belə bir geniş bir ərazidir ki, yer saxlanılıbdır ki, bax burada da gələcəkdə alıcı istədiyi kimi istifadə edə bilər. Yəni mətbəx də yerləşdirmək olar burada. Yəni hər bir şey, otaqlar da yerləşdirmək olar, hər bir şey etmək olar. Burası isə həyəti, kommunal xətlərin hər biri çəkilib, qaz, su, işıq daimidir, kanalizasiya sistemi mərkəzidir. İndi evin içərisində keçək daxil olaq. Evə daxil olduqda geniş bir dəhlizi, göründüyü kimi ikinci mərtəbə qalxmalı pilləkəni və döşəmə göründüyü kimi metlaq döşənmişdir və istilik sistemidir. Birinci mərtəbə döşəməsi istilik sistemidir. Bura isə geniş bir zal otağı, kifayət qədər genişdir. 25-26 kvadrat, bəlkə də 28 kvadrat, nə qədərsə, yəni xeyli çox geniş bir otaqdır. İşıqlı otaqlar göründüyü kimi TV üçün işıq xətti çəkilir. Hər bir şərait var bu evdə. Çox gözəl, keyfiyyətli tikilisi var. Burası isə mətbəxi, geniş bir mətbəxi, döşəməsi qeyd etdiyim kimi istilik sistemidir və hamam otağı birinci mərtəbədə yerləşən mətbəx kafirli. Birinci mərtəbə ilə tanış olduq. İkinci mərtəbədə 3 yataq otağı yerləşir, geniş və işıqlı bir yataq otaqlardır. Bura birinci yataq otağı görülür ki, pəncərəsi enlidir. Və burada da şkaf yığmasında yer saxlanılır. TV içində, kondisioner içində işıq xətti hər bir otaqda çəkilibdir. Bura ikinci bir yataq otağı, balkona çıxışı. Geniş otaqların hər biri genişdir, kifayət qədər və hər bir otağa da gün işığı düşür. Bura isə üçüncü bir yataq otağı. İkinci mərtəbədə bax, orada da belə bir yer saxlanılıbdır ki, şkaf da yığmaq olar orada və ikinci mərtəbədə yerləşən hamam otağıdır ki, mətbəx kafelidir. Göründüyü kimi aktyorlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər.